Yaxşılığı sonsuz, neməti bol olan Allahın adı ilə. Bu gözəl albomu qızımın ad günündə məktəbdə oxuyarkən düzəltmişəm. İndi təqdim edirəm qızımı sevindirmək üçün ki, o Allahı sevir. Bu da dünyada ən gözəl bir şeydir. İnşallah axıra qədər də Allah yolunda olsun. Amin. Laləzar, bunu oxuyuram. Amma bil ki, Quran ayəsi var ki, bilirsən, yadına salın. Allah Teala buyurur ki, nə əlindən çıxana heç vaxt üzülmə. Başına gələnə əlindən çıxana heç vaxt üzülmə, deyir Allah Teala. Və Quranda buyurur ki, Allahımız, nə də sənə gələnə sevinib qürrələnmə. Sevinmək olur, amma sevinib qürrələnmə keçir orada. Çox sevinirəm ki, bu haqdandır, yəni olan cürə necə idin, burada sənə yazdıqlarım, indi oxuyacağım və sən də ona görə ən çox da sevinirəm ki, sən ananın, aha buradan kağız çıxdı, nəsə qoymuşam, baxarıq, oxuyaram üçün. Ananın ümidini doğruldan, yəni insanpərvər, namuslu, qeyrətli, ləyaqətli bir xanımsan, yetişdin bir gözəl insan kimi. Ona görə də həyatım uğurlu oldu deyə, yəni sənin kimi Allahın lütfü mənə gözəl bala qismət oldu deyə, indi bunu ürəklə oxuyuram. Bax, səni sevən anan bir vaxt yazdığı. Sən dindiyində mən eşidirəm. Sən baxdığında mən də görürəm. Sən bildiyində, sevib güləndə yaşamaq eşqimi itirməyirəm. Min şükür ilahiyə. Həmişə Allah bütün balaları sevib, gülən, bilən, ağıllı eləsin. Amin. Mənim balam da belə idi. Yazdığımı oxuyum. Laləzarım, həyatımın mənası, ürəyim, canım balam. Səni çox sevirəm. Sən mənim dünyamsan. Bir tanəmsən. Sən mənim günəşimsən, ayımsan, işığımsan. Yağışımsan, sabahımsan, heç zaman bulut kimi dolmayasan. Göz yaşların həmişə sevinç göz yaşları olsun. Amin. Səni doğum günün münasibəti ilə ürəkdən təbrik edir. Sənə hər addımının uğurlu olmasını arzu edirəm. Bu isə Qurana möhkəm bağlanmağından asılı olacaq. Hər amalında Allah qorxusu yaşansın. Yəni Allaha qarşı getmək qorxusu. Amin. Yalnız o zaman çatacağın xoşbəxtliyi eşqi ilə yaşayacaqsan. Amin. Sənə uğurların ən mükəmməli olan mömin müsəlman bəndə kimi yaşayıb, elə də dünyadan köçməyini arzulayıram. Səni cənnət adamları ilə birlikdə təsəvvür edərək dincəlirəm. Çünki mənim xoşbəxtliyim elə sənsən. Sənə can sağlığı, səadət, dinc yaşam, gözəl ailə həyatı, ağıllı, ləyaqətli olmağını arzulayıram. Sən indi balacasan, arzu edirəm ki, gələcəkdə həmişə öz müvazinətini belə saxlaya biləsən, tərabətin heç zaman əskilməsin. Qısa oxuyum, hamısını yox. Çöhrən indiki kimi həmişə də gözəl qalsın. Səni hisslərin də heç vaxt aldatmasın. Amin. Şükür Allaha ki, mənim balam çox dəyərli, çox güclü, maşallah, maşallah bir insandır, insanpərvər insandır. Ona və digər Allahı sevənlərə arzu edirəm ki, arxasını oxuyun, insan olaq,
Ən böyük arzum budur ki, inşallah sən də gələcəkdə həyat yoldaşın və balalarınız da xoşbəxt olasınız. Bütün gözəl arzularınıza çatasınız. Mənsə qıraqdan baxdıqca yenə də ümidlərimlə irəliləyim. Sənsən mənim qolum qanadım. Şeirimizdir bu da Lalə. Yazmışdım. Mənim balam həyatdır. Ümidə tək muraddır. Bir eşqə cüt qanatdır. Sevgimi o yaşatdı. Bilirəm sən də mənim anam gözəldir. Mehribandır, əzizdir. Dünyası çox təmizdir. O özü bənzərsizdir demişdim. Allaha pənah, Allaha təvəkkül. Allah kərimdir deməyi heç zaman unutmayasan. Amin inşallah. Burada da gül şəkildir. Güldür, gül şəkli paylaşmışam. Görüm indi bu balama bu albom cəhdiyim, ad gündə cəhmişdim. Bayaq dedim ya yox bilmirəm. Yazımdan çıxdı. Görüm bunun içinə nədir bu varaq qoymuşam. Oxuyum. Hə. Gözəl insandan nümunə. Balamla. Balam məktəbdə oxuyanda hələ aşağı sinif idi. Xəttindən görə mən də yadıma düşür. Yazdığımı oxuyum. Mama, gedirəm gəzməyə, namazı qıldım, qabı yudum. Bir dənə sənin telefondan nömrəni çıxartdım, öz telefonuma taxdım, WhatsApp-ı silməyə görə. Sağ ol. Ürək şəkli qoyub, burada da öpüş şəkli qoyub, dodaq şəkli. Təsəvvür edin ki, bunu saxlamışım, çox belə şeylər olub. Balam yazırdı ki, vətənə aid, anaya aid, gələcəyə aid. Şeirləri də çoxlu balamın, yazıları var idi. İndi onları saxlamışdım, amma bu yaxınlarda nahaq da tələsdim, yığışdırdım. Mənim qızım məktəb vaxtı namazı qıldım, qabı yudum, gedirəm. Mən evdə olmayanda yazıb belə. Bunu qoyub ki, axırda da sağ ol Nida, öpüş, ürək. Mən də səni öpürəm. Mən də sənə həmişə ürəkli olub, namusla, qeyrətlə, vicdanla, əsas vicdanla inşallah yaşamağı arzulayıram. O zaman biləcəm ki, o biri dünyada sevinməyimiz, ikimizin də bir-birimizə gözəl dayaq olduğumuzla və bir-birimizə gözəl münasibətimizlə sevinərək yaşayaq. İnşallah, amin. Allah bütün balaları qorusun. Mən də balalarımın içində, balamın balalarının içində. Amin. Amin. Sonsuz kərə amin. Sağ ol, Laləzər.